Salam değerli izləyicilər, yanvar ayının 14-nə olan hava məlumatını diqqətinizə çatdırıram. Zəhmət olmasa kanalımıza abunə olub digər vacib xəbərləri də izləyə bilərsiniz. Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə yağıntının intensivləşəcəyi, ayrı-ayrı yerlərdə yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək və temperatur gecə 1-4 dərəcə isti olacaq. Atmosfer təzyiqi dəyərli izləyicilər 757 mm civə sütunundan 766 mm civə sütununa inəcək. Bölgələrdə də deməli hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Temperatur gecə 1 dərəcə şaxtadan 4 dərəcəyə qədər isti, gündüz 5-9 dərəcə isti. Dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-3 dərəcə şaxta olacaq.